Heydər Parkının tam yanında 9 mərtəbəli Leningrad layihəli binanın 8-ci mərtəbəsində orta yelçəkən blokda yerləşən, təmirdən sonra yaşayış olmayan bir mənzilin təqdimatına gəlmişəm. Mənzilimiz qanuni 3 otaqdan ibarətdir. Hazırda mənzilimizin mətbəxindəyəm. Mətbəx mebeli tavana kimi quraşdırılıb. Binanın düz qarşısında 260 saylı məktəb mövcuddur. Dəyərli müştərilər, hamam otağı ilə sanitar qovşaq bir yerdədir. Aksesuarları quraşdırılıb, duş kabininə kimi nəzərə alınmışdır. Mənzilimizin təmirində bahalı və keyfiyyətli materiallardan istifadə olunmuşdur. Daxil olaq mənzilimizin qonaq otağına.